Salam əziz tələbələr, artıq proqram təminatına başlayırıq. Bugün isə danışacağımız əsas mövzu proqram təminatının bir bölməsi olan sistem proqram təminatıdır. Ümumiyyətlə, proqram təminatı bütün proqramlar toplusu nəzərdə tutulur. Yəni, kompüterdə informasiya emalının təşkil olunması, idarə olunması üçün quraşdırılan bütün proqram toplusuna deyilir proqram təminatı. Həm əməliyyat sisteminin içərisində gələn proqramlar, həm də bizim özümüzün sonradan yüklədiyimiz, bizim işimizi asanlaşdırmaq üçün istifadə olunan proqramların hər birinə proqram təminatı deyilir. Yəni, bunun içərisinə Word də daxildir və yaxud əməliyyat sistemi içində gələn hər hansı bir Paint proqramı olsun. Hər hansı bir proqram da daxil olmuş olur. Başlayaq elə ilk olaraq. Burada bayaq qeyd etdiyim tərifi qeyd eləmişəm ki, qayda olaraq dəftərinizə yazın. Kompüterdə informasiya emalının təşkili və idarə olunması üçün quraşdırılmış bütün proqramlar toplusu. Quraşdırılmışın başqa adı da instalyasiya olunmuşdur. Bəzi yerlərdə, bəzi təriflərdə görə bilərsiniz, sizi çaşdırmasın, eyni mənanı verir. İndi proqram təminatının hansı bölmələri var, onlardan danışaq. Proqram təminatı 3 bölmədən ibarətdir. Birinci hissə sistem proqram təminatı. İkinci tətbiqi proqram təminatı və son olaraq da instrumental proqram təminatı. Qısa olaraq hər biri nə işə yarayır, mənası olaraq deyəcəm bunları. Lakin əsas bugünkü mövzumuz sistem proqram təminatıdır. Sistem proqram təminatı kompüterin və kompüter şəbəkələrinin işini təmin edən proqramlardır. Proqram komplekslər deyilir. Yəni ki, kompüter və onun qurğularının idarə olunmasını həyata keçirir. Kompüterin işinin asanlaşdırılması və istifadəçiyə rahat bir interfeysin təqdim olunması üçün istifadə olunur sistem proqram təminatında. Tətbiqi proqram təminatı isə bizim işimizi asanlaşdırır və bizim lazım olan məlumatların hazırlanması deyək, məlumatları yaratmağımız üçün istifadə olunur. Məsələn, bəsit bir nümunə deyim, Word proqramı. Word proqramını biz kompüterə özümüz yükləyirik. Hər hansısa bir texniki qurğuya biz yükləyirik. Əməliyyat sisteminin içərisində gəlmir o. Başqa bir Photoshop olsun. Qrafik dizaynerlər üçün istifadə olunan proqramlar, yəni bu proqramlara deyilir tətbiqi proqramlar, sonradan quraşdırılan proqramlar sayılır. İnstrumental proqramlar isə proqramlaşdırma dilləridir. Yəni həm sistemi, həm də tətbiqi proqramı yaratmaq üçün instrumental proqram təminatından istifadə olunur. Beləliklə, bu nə deməkdir? İnstrumental proqram təminatı olmasa, digər heç biri ola bilməz. Proqramlaşdırma dilləri, proqramlaşdırmanın inteqrallaşmış mühiti, proqram kompleksləri, bunlar hər biri yerləşir instrumentalda. Ən bəsitlərindən danışsaq, C++, C#, bildiyiniz bütün proqramlaşdırma dilləri və proqramlaşdırma proqramları hər biri instrumentala aiddir. Onların sayəsində biz hansısa bir proqramı yaza bilirik, proqramı düzəldə bilirik. İndi isə başlayırıq və bugünkü mövzumuzun əsası olan sistem proqram təminatı haqqında ətraflı danışmağa. Sistem proqram təminatı da özü 2 yerə bölünür. Baxın, ümumiyyətlə, proqram təminatı 3 yerə bölünürdü. Sistem, tətbiqi, instrumental. Sistem özü də bölünür 2 yerə. Baza proqramlarına və servis proqramlarına. Baza proqramlarına deyirik ki, bu kompüter sisteminin işini təmin edən proqram vasitələri yerləşir baza proqramlarında. Əməliyyat sistemləri yerləşir baza proqramlarında. Əməliyyat örtükləri, şəbəkə əməliyyat sistemləri, yəni baza proqramları, özü də burada qeyd eləmişəm, özü də 3 yerə bölünür. Əməliyyat sistemləri, şəbəkə əməliyyat sistemləri və əməliyyat örtüklərinə. Məsələn, sizə deyilsə ki, şəbəkə əməliyyat sistemi hansı proqram təminatına aiddir? Təbii ki, sistem proqram təminatına. Daha dərin soruşsa, sistemin içərisindəki baza proqramlarına aid deyəcəksiniz. Yəni, baza özü də sistemin içərisindədir. Servis proqramı da özü sistem proqram təminatının içərisindədir. Baza bildiniz ki, kompüter sisteminin işini təmin edən proqramlara deyilir. Servis proqramları isə istifadəçilərə əlavə xidmətlər təklif edir. Yəni, əməliyyat sisteminin imkanlarını genişləndirərək rahat istifadəçi interfeysini bizə təqdim edə bilir.
Baza proqramlarında aid olan əməliyyat sistemlərindən danışsaq. Əməliyyat sistemləri çox mühüm, önəmli bir hissədir, önəmli bir proqramdır. Çünki o olmasa kompüterdə heç bir iş görə bilməzsiniz. Gedirsiniz məsələn, kompüteri alırsınız. Sıfırdan bir yeni kompüter alırsınız. Düyməni power düyməsini vurursunuz, görürsünüz ki, açılmır. Qaradır, belə ağ yazı verir, xəta kimi. Yəni içərisində əməliyyat sistemi yoxdur. Boş bir sadəcə qurğudur. Əgər əməliyyat sistemi yoxdursa, o qurğu bizim üçün heç nədir. Yəni istifadə edə bilmirik onu. Sadəcə dekor olaraq qoya bilirik. Mütləq əməliyyat sistemi yazılmalıdır ki, bütün istədiyiniz proqramlarla işləmək üçün, ümumiyyətlə kompüterin işə düşməsi üçün əməliyyat sistemi lazımdır. Gəlin indi buna özümüz bir tərif formasına gətirək. Kompüter qurğularını, kompüterdəki bütün əməliyyatları icra etmək üçün əməliyyat sistemindən istifadə olunur. Kompüter ilkin power düyməsini vurduğunuz zaman artıq əməliyyat sistemi ki yüklənməlidir. O əməliyyat sistemi yüklənməsini BIOS vasitəsilə həyata keçirir. BIOS bir proqramdır. Gedir əməliyyat sistemini xarici yaddaş qurğusu olan HDD-dən, baxın HDD-dən götürür. Dəfələrlə suallarda istifadə olunan bir məqamdır. Diqqətlə qulaq asın. Əməliyyat sistemi necə yüklənir deyilir. BIOS vasitəsilə HDD, SSD, əgər xarici yaddaş qurğusu nədirsə, HDD də ola bilər, hard disk də ola bilər və yaxud SSD-lərdə, son dövrlərdə artıq SSD-lərdən istifadə olunur. Oradan götürüb yükləyir RAM-a. RAM aktiv müddət ərzində cari zaman anında istifadə olunan bütün proqramları RAM yadda saxlayır. Məsələn, hal-hazırda planşetdən video çəkirəm və bu çəkdiyim, yazdığım yazılar, gördüyünüz slayd yerləşir RAM-ında, həmin o planşetin RAM-ında. Nə işi görürsünüzsə kompüterdə, istər mahnıya qulaq asın, istər yazı yazın, hamısı onlar RAM-ın tərkibində olanlardır. HDD-dən xarici yaddaşda kompüteri söndürmüsünüz də, axı o əməliyyat sistemi silinmir söndürəndə, gedir HDD-nin içərisində yerləşir. BIOS gedir onu götürür, yüklüyür RAM-a. Əgər əməliyyat sistemində heç bir xəta yoxdursa BIOS yükləyəcək. Xəta olduğu zaman post proqramı var ki, yoxlanışdır. Onu artıq xətanı verir və müəyyən səs siqnalı çıxarır ki, əməliyyat sisteminin yüklənməsində problem var. Həmin o yüklənmə prosesinə boot prosesi deyilir. Bunu da yadınızda saxlayın. Əməliyyat sisteminin yüklənməsi prosesi boot prosesidir. Yüklənmənin nə həyata keçirir deyilsə, BIOS proqramı həyata keçirir. Yüklənməyə nəzarət eləyən nədir? Post proqramıdır, nəzarət eləyən. Həmin səhv oldusa, post proqramında xüsusi siqnal verəcək ki, xəta var. Baxın, elə post özü polis sözünə də oxşuyur, nəzarəti həyata keçirir. Bir dənə boot proses deyilir. O birisilər artıq proqramdır. Bu amma prosesdir ki, əməli yaddaşın yüklənməsi prosesi deyilir. Əməliyyat sistemlərinə misal olaraq MS-DOS, Windows, Unix, Linux, MacOS, Macintosh'un qısaldılmışı MacOS, hansı ki Apple şirkətinin kompüterlərinə quraşdırılan əməliyyat sistemidir. Telefonların özündə iOS, Android, bunların hər biri əməliyyat sistemi sayılır. Şəbəkə əməliyyat sistemi bəs nədir? Bu, əməliyyat sistemlərinin lokal və qlobal şəbəkədə yerləşməsi kimi düşünün. Yəni, lokal və qlobal şəbəkədə verilənlərin emalını, ötürülməsini, sonra həmin o verilənlər üzərində müəyyən əməliyyatların aparılması, şəbəkəyə qoşulmuş kompüterlərin işinə nəzarət olunması hər bir şəbəkə əməliyyat sistemidir. Baxın, belə nəzərə olaraq dediyim hissələri mütləq qeyd edin. Bir daha təkrarlayıram. Şəbəkə əməliyyat sistemi lokal və qlobal şəbəkədə verilənlərin emalı, saxlanması, ötürülməsi, sonra şəbəkəyə qoşulan kompüterlərin işinə nəzarət olunması funksiyalarını həyata keçirirdi. Şəbəkə əməliyyat sistemlərinə, məsələn, Unix əməliyyat sistemidir. Unix server amma şəbəkə əməliyyat sistemidir. Linux hər ikisinə aiddir. Həm əməliyyat sisteminə, həm də şəbəkə əməliyyat sisteminə. Windows server, sonra var Windows NT. Bunlar da şəbəkə əməliyyat sisteminə aid olur. Son olaraq əməliyyat örtükləri, baza proqramlarına aid olan əməliyyat örtüklərindən danışaq. Əməliyyat örtüklərinə başqa olaraq örtük proqramları da deyilir. Əməliyyat sistemində çatışmayan hər hansısa bir məsələnin aradan qaldırılması üçün istifadə olunur. İnterfeysin təkmilləşdirilməsi deyək. Məsələn, MS-DOS əməliyyat sistemi bir məsələli, bir istifadəçili əməliyyat sistemidir. Yəni, MS-DOS əməliyyat sistemində əmrləri klaviaturadan daxil edirsiniz. Biz Windows'da kursoru apararaq, məsələn, X-in üzərinə vurursunuz, pəncərə bağlanır. Gəlirsiniz, taskbarın üzərinə vurursunuz, taskbarın kontekst menüsünü aça bilərsiniz sağ düymə ilə. Yəni, bunlar Windows'un qrafik interfeys olmasının üstünlüyüdür.
Kursorla, touchpadlə istədiyiniz əmri həyata keçirə bilirsiniz. Amma MS-DOS-da bu belə deyil. MS-DOS-da klaviaturadan xüsusi kod yazmalısınız. Yəqin ki, kinolarda görmüsünüz, hər hansısa bir proqramlaşdırma işi ilə iş görənlər klaviaturada ancaq kod yazırlar. Həmin o kod yazmaq kimi düşünün. MS-DOS əməliyyat sistemində qovluq açmaq istəyirsiniz, kod yazmalısınız. Qovluğu bağlamalısınız, onun üçün də kod yazmalısınız. Bu əlverişli bir əməliyyat sistemi düzdür. Əvvəl çox istifadə olunurdu, amma əlverişli deyildi. O qədər kodu yadda saxlamaq olmurdu. Ona görə MS-DOS əməliyyat sisteminin üzərində, baxın bura yazıram. MS-DOS ilk olaraq əməliyyat örtüyü yaradılıb MS-DOS-da. MS-DOS-un üzərində Norton Commander əməliyyat örtüyü yaradıldı. Və MS-DOS əməliyyat sistemi necə idi? Əmirli interfeysə malik idi. Klaviaturadan əmirləri daxil edirdiniz. Norton Commander əməliyyat örtüyü yaradıldı və əməliyyat sistemini biraz rahatlaşdırdı. Əmirli interfeysi qrafik interfeysə çevirdi. Artıq kursorla idarə edə bilirdiniz. Sonra Windows əməliyyat sisteminin əməliyyat örtüyü də var. Bunları tələbələr bir-birindən qarışdırırlar. Çünki ikisində də Commander adıdır. Amma Windows'unki rahat yadda qalır. Windows Commander'dir. MS-DOS Norton Commander'dir. Windows Commander'dir və qrafik interfeysə malikdir. Windows əməliyyat sistemi. Başqa var Windows 1.0, Windows 2.0, 3.0, 3.1, 3.11. Bunlar hər biri yenə əməliyyat örtüyünə aiddir. Beləliklə, baza proqramları yekunlaşdı. İndi gəldi servis və yaxud başqa adı xidməti proqramlarda deyilir. Servis proqramlarında danışacağımız bölmələri bura qeyd eləmişəm. Ümumiyyətlə, servis proqramı odur ki, kompüterdə işləyən zaman istifadəçiyə əlavə xidmətlər təklif edir. Əməliyyat sisteminin imkanlarını genişləndirir. Məsələn, verilənləri mühafizə eləyir, verilənlərin bərpasıdır, arxivləşdirmə ilə burada yazdığım arxiv proqramlarıdır, virus proqramlarıdır, iş qabiliyyətinin diaqnostikasıdır, yoxlama, testləşdirmə proqramları, hər biri aiddir xidməti servis proqramlarına. İlk olaraq danışaq kompüterin iş qabiliyyətinin diaqnostikası, başqa adı buna deyilir texniki xidmət proqramları. Texniki xidmət proqramları. Kompüterin iş qabiliyyətinin diaqnostikası iki yerə bölünür. Biri var test proqramları. Biri də ki, xüsusi nəzarət proqramlarına. İkisi də məna olaraq nə işə yarayır? Kompüterdəki proqramların düzgün işlənməsi yoxlanışını həyata keçirir. Test eləyir o proqramı ki, görək doğrudur, işləyir bu. Və həmin o proqramın işləməsinə də nəzarət eləyir. Test proqramlarına, məsələn, bayaq dediyimiz bizim elə həmin bu xidməti proqramlara aid olan BIOS. BIOS əməliyyat sisteminin yüklənməsini həyata keçirirdi. Orada olan post proqramı var idi ki, əməliyyat sisteminin yüklənməsinə nəzarət eləyirdi. Elə xüsusi nəzarət proqramına aid olur. Davam eləyək viruslarla. Virus, antivirus proqramları. İlk olaraq biz viruslardan danışaq. Ondan sonra da virusların zərərsizləşdirilməsi üçün istifadə olunan antivirus proqramlarından danışırıq. Viruslara deyilir ki, ümumiyyətlə, kompüterdə virusa tərif desək, kompüterdə hər hansısa bir ziyanlı proqramlar sayılır. Kompüterin işinə problem yaradan ziyanverici proqramlara deyilir viruslar. Kompüterinizə, bu təbii ki, bu da özü virusda hər hansısa bir proqramdır. Yayılır avtomatik olaraq. Müəyyən müddət sonra artıq kompüter sıradan çıxması deyilməsi, onun artıq RAM-ının zəifləməsi, bunların hər biri virusda yoluxa bilər, iş gücünün də azalması istər-istəməz kompüteri sıradan çıxmaya gətirib çıxardır. Kompüterinizə, hansısa texniki qurğunuza virus düşməsini hardan bilə bilərsiniz? Məsələn, ekrana lazımsız məlumatlar çıxır. Siz daxil olmamısınız həmin sayta, amma həmin sayt açılır. Artıq görürsünüz ki, bu deməli virus yoluxmanın bir xüsusiyyətidir. Məsələn, əvvəlki, düzü son zamanlar kompüterlərdə çox da aktiv olan bir hissə deyil, amma əvvəlki kompüterlərdə CD, DVD disk oxuyucuları var idi ki, onların qəfil açılıb bağlanması elə o da kompüterin virusa yoluxduğunu bildirirdi. Lazımsız səs siqnalını kompüterdən gəlirdi, virusa yoluxub, donma olurdu, hansısa proqrama daxil olurdunuz, ekran ağarırdı, artıq kursor dairə halını alırdı, göy formada fırlanırdı.
görürsünüz ki, bu donma prosesi yaradır. Deməli, hansı virusdur bilinmir, amma virusa yoluxmanı həyata keçirmiş olur. Virusa hardan yoluxa bilərlər kompüterlər? Məsələn, virusa yoluxmuş hər hansısa bir faylı kompüterinizdə açan zaman, flash kart qoşan zaman, lokal şəbəkə üzərindən də virus yoluxa bilər. Yəni, hardansa poçt ünvanı ilə sizə bir məlumat gəlir, o məlumata daxil olduqda artıq həmin məlumat virusa yoluxmuş bir məlumatdırsa, sizin kompüterinizə də o virus yoluxmuş olacaq. Yəni, yalnızca düşünməyin, əyani olaraq flash kart daxil elədirsə və yaxud həmin bir virusa yoluxmuş bir faylı açdısa olacaq. Həmçinin kompüter şəbəkəsi üzərindən də virusa yoluxma ola bilər. Virusların növləri var. Kompüter virusların təsnif olunmasına görə bölünür. Birincisi, yaşayış mühitinə görə, yaşayış mühiti növlərini yazacağım. Sonra yaşayış mühiti yoluxdurma üsullarına görə, yoluxdurma, yerləşməyəcək, bura belə yazım, üsulları. Sonra destruktiv imkanlarına görə, bir də alqoritmik xüsusiyyətlərə görə viruslar 4 yerə bölünür. Birinci başlayaq yaşayış mühitinə görə olan viruslardan. Bu viruslar fayl yükleme və şəbəkə viruslarına bölünür. Fayl yükleme və şəbəkə virusları. Fayl virusları fayllara yoluxur. Adından da məlum olduğu kimi onların işinə ziyan verir. Fayllara yoluxmasında məsələn sonu exe, com olanlar fayl virusları sayılır ki, onlara yoluxur. Yükleme virusları diskin yükləyici sektorlarına yoluxur. Fayl yükleme həm fayllara, həm də yükləyici sektorlara. Şəbəkə virusları isə kompüter şəbəkələrində yayılan viruslar sayılır. Yoluxdurma üsullarına görə viruslar bölünür rezident və qeyri-rezident. Rezident, qeyri-rezident. Rezident sözün görən kimi, əvvəlki testləri əgər magistron kanalına daxil olsanız, mən orada əməliyyat sisteminə aid olan bazı sualların izahını vermişəm. Orada da rezident sözündən danışmışam. Rezident əməli yaddaşda daim yerləşmə deməkdir. Yəni, rezident viruslar əməli yaddaşda daim yerləşən viruslara deyilir. Əməli yaddaş nə edir? RAM. Yəni, kompüter aktiv olduğu müddətcə yanandan sönənə qədər aktiv olur bu viruslar. Kompüteri söndürdüsə gedir. Qeyri-rezident viruslar isə qeyri-müəyyən vaxta qədər kompüterinizdə qala bilər. O vaxta qədər ki, siz onu antivirus proqramı ilə zərərsizləşdirmirsiniz. Yəni, kompüteri söndürdünüz, yandırdınız, fərq eləmir. Rezident virus, qeyri-rezident virus qalır. Rezident isə sönəndə gedəcək. Sonra destruktiv imkanlarına görə viruslar bölünür. Ziyansız, təhlükəsiz, çox təhlükəli və təhlükəli viruslara. Bunlar adından məlumdur onsuz da, ziyansız olması, təhlükəsiz, ən zərərsiz, çox təhlükəli olanlardır ki, artıq kompüterin sıradan çıxmasını, fayllarınızın pozulması, kompüterinizin belə deyək, başqasının istifadəsinə keçməsini yaradır. Məsələn, Troya virusları çox təhlükəli viruslara aiddir. Alqoritmik xüsusiyyətlərinə görə bir çox növü var, hər birindən danışaq. Məsələn, alqoritmik xüsusiyyətlərinə görə soxulcan viruslar, parazitlər, sonra kompanyon viruslar, stealth, tələbə, sonra polimorf, makrovirus, nəsə yadımdan çıxmaması üçün fikirləşirəm. Troya bayaq dediyim Troya virusları, parazit, kompanyon, stealth. Düşünürəm ki, nəsə yadımdan çıxmadı. Yadıma düşsə yenə qeyd edəcəm. Başlayaq məsələn soxulcan virusları ilə. Soxulcan virusları elektron poçt məktubları vasitəsilə yoluxur. Yəni hər hansısa kənar saytdan yoluxan viruslardır. Kompüterimizdəki faylları, sənədləri artıq başqasının istifadəsinə keçidə bilir. Yəni, çox zərərli viruslar sayılır bu viruslar. Kompüteriniz başqasının istifadəsinə hətta az qalsın keçə bilər. Yəni, başqası sizin sənədlərinizdən rahatlıqla istifadə edə bilir.
Sonra parazit virusları. Parazit viruslarında bu da yenə zərər verici viruslar sayılır. Diskin yükləyici sektoruna yoluxan viruslardır. Sürətlə yayılır və diskin yükləyici sektorlarına yoluxurlar. Kompanyon virusları maraqlıdır ki, bu viruslar faylda heç bir dəyişiklik eləmir. Sadəcə faylın kopyasını yaradır. Bax, yadınızda belə saxlayın. Kompanyon K hərfi kopyasını yaradır. Adətən MS-DOS əməliyyat sistemi üzərində çox yayılır bu viruslar. Və orada da bilirsiniz ki, MS-DOS-da faylda iş görmək bayaq qeyd elədik ki, klaviaturadan kod yazılmalıdır. Artıq kopyası yaradılanda həmin o yazıdan, adından, faylın adından bir neçə dənə kopya görəcəksiniz və əsas fayl hansı olduğu artıq yaddan çıxır və itir. Beləliklə, dəfələrlə bu viruslar faylın yüklənməsində müəyyən bir problem yaradırlar və sürətlərini, kopyalarını yaya bilirlər. Stealth viruslarına deyilir ki, kompüter monitorlarını aldatan alqoritmdən istifadə edirlər. Yəni, stealth viruslarını rahatlıqla ekranda monitora baxaraq görə bilməzsiniz ki, bu kompüter virusa yoluxub ya yox. Monitoru aldadır bu viruslar. Tələbə virusları çoxlu sayda səhvi olan primitiv viruslar sayılır, bəsit viruslardır. Polimorf viruslar adından məlumdur, əslində polimorf şifrələmə kimi düşünün. Kompüterdə xüsusi şifrələmə metodundan istifadə edir. Yəni bu virus yoluxanda kompüter bilmir virus yoluxub ya yox. Onu deaktiv etmək üçün kodunu xüsusən, yəni onun antivirusunu etmək üçün onun kodunu yığmaq lazımdır. Çünki özünü şifrələyir. Antivirus proqramlarının tapmasının qarşısını alır. Rahatlıqla antivirus proqramı polimorf virusu tapa bilmir. Gərək onun kodunu bilə ki, deaktiv eləyə bilər. Makroviruslar Microsoft şirkəti tərəfindən olan fayllara, hazırlanmış fayllara yoluxur. Məsələn, hər hansısa bir Word faylına makrovirus yoluxa bilər. Gəldik Troya virusları. Troya virusları yəqin Troya adını bir çox yerdə eşitmisiniz. Kinoda da var idi. Troya müharibəsindən Troya atı deyirdilər ona. Həmin o atı düşmənin qalasına daxil edirlər və atın içərisindən çoxlu sayda sanki hədiyyəymiş kimi o atı düşmənə verirlər. İçərisində çoxlu əskərlər yerləşirdi ki, elə gecəliklə o əskərlər çıxır və düşmənə qalib gəlirdilər. Elə oradan məlum olduğu kimi bu Troya virusları yayılan virus, sürətlə yayılan viruslardır və çox zərərli viruslar sayılır. Beləliklə virusları bitirdik. Gəlirik, bəs bu virusların zərərsizləşdirilməsi üçün nədən istifadə olunmalıdır? Antivirus proqramlarından. Antivirus proqramlarının 4 növü var. Filtr, yəni sizin üzrə 4 növündən istifadə olunur. Filtr, sonra detektor, müfəttiş və həkim. Yox, 4 yox, 1 də var, üzürlü sayın. Həkimdə var, bir də vaksin də var. Vaksinləşmə, yəni immunizator yolu ilə. Filtr proqramları bu əməliyyatlara nəzarət eləyəndir. Əslində siz tərifi bilməsəz belə bir sözü bilməyiniz bəs eləyir. Filtr başqa adı keşikçi deyilir. Nəzarət funksiyasını həyata keçirir, keşik çəkir, yəni. Virusların yayılmasına nəzarət eləyən təhlükəli əməliyyatlara nəzarət edir. Detektor neynir? Axtarışını həyata keçirəcək. Adından məlumdur. Detektorlar virusların axtarışını həyata keçirir. Müfəttiş proqramlar ilkin vəziyyətlə cari vəziyyəti müqayisə edir. Məsələn, bu nə deməkdir? Əvvəl sizin kompüter necə idi, indi hal-hazırda necədir? Onlar arasında müqayisəni həyata keçirir və görür ki, virus yoluxub onun zərərsizləşdirməsini həyata keçirir. Həkim proqramlar buna elə birbaşa deyilir ki, virusların zərərsizləşdirilməsinə, virusların aşkar olunması və zərərsizləşdirilməsini həyata keçirir. Qısa olaraq yazıram, zərərsizləşdirmə. Vaksinlər də adından məlum olduğu kimi virusların vaksinləşmə yolu ilə qarşısının alınmasıdır. İmmunizator da deyilir buna. Məsələn, antivirus proqramlarına misal olaraq Norton Commander əməliyyat örtüyüdür. Norton antivirus var. Panda, Avira, Avast, sonra VirusScan var. Android əməliyyat sistemlərində bəsit bu süpürgə işarəsi olan antivirus proqramı var. O əslində heç bir işə yaramayan, amma məna olaraq hamının ondan istifadə edib sanki düşünürük ki, telefonu rahatladırıq, amma zərərli heç nəyi
O ləğv etmir. Əsas Avast, Avira, sonra Norton Antivirus, Panda, Security var, Doktor Web var. AFI bu formada yazılır. AFMC, AF. Bu da antivirusdur. IDINF. IDINF bir dənə əlavə olaraq müfəttişə aid götürülür. Yəni düzdür, həkim olaraq həkim antivirusuna hamısı aiddir. Amma IDINF xüsusən müfəttiş antiviruslarına aiddir. Növbəti danışırıq utilitlərdən. Utilitlərin başqa adı deyilir köməkçi proqramlar. Köməkçi proqramlardır ki, kompüterdə əməliyyat sisteminin tərkibində gəlir və kompüterdə işləyən zaman işimizin asanlaşdırması üçün istifadə olunur. Burada bəzilərinin şəkillərini yerləşdirmişəm ki, tanıyasınız, olar ki, şəkil formasında sizə verər. Düzdür, əsas adları ilə verilir və ən çox istifadə olunanlar bunlardır. Əlavələr də olsa, əlavələr də yadıma düşsə deyəcəm. Demək, utilitlərin adı olaraq biz tərif olaraq nə dedik? Disk və fayl sisteminə xidmətə əsaslanaraq verilənlərin emalını həyata keçirən köməkçi xidmət proqramlarıdır. Disk defragmenter bu diskin defragmentasiya olunması, optimallaşdırılması. Yəni diskdə səpələnmə varsa, faylın hərəsi bir tərəfdədir. Onu optimallaşdırır, bir yerə yığır, səliqəliləşdirir. Optimallaşdırma da deyilir. Bu olur disk defragmenter. Sonra drive space. Drive space diskdəki informasiya tutumunu artırmaq üçün həmin o informasiyanın həcmini azaldır. İnformasiyanı sıxır ki, əlavə başqa məlumatlar üçün də yer açılsın. Scan disk, disk və disketdəki səhvləri tapıb aşkarlayır. Biz scan eləyir də diski. Disk cleanup diski təmizləyir. Backup ehtiyat sürətlərinin yaradılmasıdır. Diskdəki informasiyanın ehtiyat sürətinin kopyasının yaradılması. Sistem restore sistemin yenidən yüklənməsini həyata keçirir. Sistem haqqında məlumat verir. System information. Task schedule'dakı bu vaxt cədvəli kimi düşünün. Yəni budilnik rolunu oynayır. Bu utilitləri siz hardan tapa bilərsiniz? Yerini sizə deyim. Start menyuya daxil olursunuz. Start menyuda All Programs hissəsi var. Orta hissə dediyimiz, orta panel. Orada Windows Accessors əmridir. Accessorslar, yəni utilitlər, xidməti köməkçi proqramlardır ki, daxil olub orada çoxlu sayda utilit görə bilərsiniz. Və gəldi son olaraq sistem proqramının servis hissəsinə aid olan arxivləşdirmədən danışmağa. Arxivləşdirmə bu faylların tərkibinin azaldılması, yəni sıxlaşdırma prosesi deməkdir. Faylların tərkibindəki informasiyanın xüsusi riyazi alqoritm vasitəsilə sıxlaşdırılması prinsipidir arxivləşdirmə. Bu daha tərifdir, amma bizim başa düşməmiz üçün deyirik ki, həcmin azaldılması sıxlaşdırmanı həyata keçirir. Misal olaraq bunların uzantılarını qeyd edeyim. Zip uzantısı var arxivləşdirmə üçün. AJD, AC, tar, uzantıları mütləq yadınıza saxlayın. Sonra kab, yadıma düşənləri qeyd eləyəcəm. Sonra LHA var. UU da var. Və bu uzantılardır. Bilirsiniz ki, uzantı odur ki, faylın adında nöqtədən sağ tərəfdə yerləşən hissədir. Buna proqramlar da deyək. Arxiv proqramlarına misal olaraq WinZip. Zip faylının WinZipin uzantısı zip faylıdır. WinZip, WinR, hamısının qarşısına Win əlavə eləsəz, yəni bir çoxunun qarşısına Win əlavə eləsəz, o proqram olacaq. WinAct. Yəni Win arxiv proqramı yaradır bizə. Bir dənə SFX arxiv faylı var ki, SFX. Bunu qeyd edeyim. Buna deyilir özü açılan arxiv. Yəni digər arxiv fayllarının açılması üçün xüsusi proqrama ehtiyac var. Amma SFX olan arxiv faylları özü birbaşa açılır və heç bir arxiv açıcı proqrama, arxiviatora ehtiyac yoxdur. Bunların uzantısı exe genişlənməsində olur. İcra olunan faylların uzantısı genişlənməsində. Beləliklə, sistem proqram təminatımız yekunlaşdı. Növbəti videolarda görüşənədək.